ən yaxşı yerə gedə biləcəyim kimya sahəsində Nobel mükafatıdır. Bəlkə də komik səslənə bilər. Ən kritik nöqtə bunu aşmaqdır. Özünü cəmiyyətə sübut etməkdir ki, mən varam və mən beləyəm, məni də belə qəbul etmək məcburiyyətindəsiz. Amma küçədə olur ki, məsələn, avtobusda olur, gəlir oturur yanıma, deyir, qardaş, sənin ol, mən zarafat edirəm ona. Deyirəm, 100 manat ver, deyim. 1999-cu il 7 iyul tarixində Bakıdan anadan olmuşam. Atam Xocavənd rayon Salakətin kəndindəndir, Azıq mağarası olduğu kənd. Anam isə Füzuli rayon Şəkərci kəndindəndir. Atam tarix müəllimidir, 40 ilə yaxın tarix müəllimliyi təcrübəsi var. 3 bacım var, biri ərəbcə tərcüməçidir, digəri fransız dili oxuyur. Üçüncüsü isə imtahanlarını verib nəticələrini gözləyirik. Uşaqlıqdan həmişə elmə, bilmə maraqlı olmuşam. Çox uşaq 2 yaşından, 3 yaşından şeylər öyrənəndə mən dünyanın ənlərini, planetləri, nə bilim, dünya ilə bağlı faktları öyrənirdim. 4 yaşımdan oxumağı öyrənmişəm. Anam görüb ki, yerdə oturub qəzet oxuyuram. 5 yaşımda da Kiril əlifbasını atamın, Gülər Paşayev atamın şagirdi. O öyrədib mənə. Və uşaqlara həmişə deyirdim ki, mən kosmonavt olacağam. Amma 8-ci sinifdə artıq kimya ilə tanış olduqdan sonra, kimya laboratoriyası ilə tanış olduqdan sonra, eksperimentlərlə tanış olduqdan sonra kimyaçı olmaq fikrinə düşdüm. Daha da araşdırdım kimyaçılar nə iş görürlər, necə olur bu proses. Gördüm ki, kimyaçıların işi açığı biraz sıxıcıdır. Çünki mən zavodlar, fabriklər, bu proseslərin içində olmağı xəyal edirdim kimyaçı deyəndə. Bəs nə ola bilər? Kimya mühəndisi bu proseslərin içindədir. İspaniyanın Xain Universitetindən tam təqaüdlə İspan dilində kimya sənayesi mühəndisliyi ixtisasını oxumaq üçün təqaüd qazandım. Orada oxuduğum dövrdə ilk aylar biraz çətin olmuşdu açığı, çünki İspan dili bilmirdim, IELTS alıb getmişdim. 1 ay yarım, 2 ay erkən getdim universitetə. İspan otaq yoldaşlarım var idi deyə, onlar da ingiliscə bilmirdi və ingilis dili bilən heç kim yox idi, məcbur İspan dilinə məruz qaldım və bu sayədə də 1 ay yarım içində B1 səviyyəsinə qədər İspan dilini öyrəndim. Birbaşa ixtisasa başladım. İlk semestrimi çox yaxşı oxudum, ikinci semestrdə isə laboratoriyada baş vermiş qəzadan dolayı bədənimin 67%-i 3-cü dərəcə yandı. 2018-ci il fevralın 20-sində baş verdi bu hadisə. Bundan sonra 21 gün komada qalmışam. Koma müddətində 2 yoxsa 3 əməliyyat keçirmişəm. Ümumilikdə 16 əməliyyat keçirmişəm 4 ay yarım ərzində. Çox möcüzəvi idi ki, həyatda qaldım. İspan həkimləri sağ olsun. Bu yanıqlardan sonra insanlarda psixoloji düşüşlər olur. Azərbaycana döndüyümdə bunu artıq hiss elədim. Bu prosesdə mənə ən böyük dəstəyi məzun olduğum liseyin kollektivi, məzunlar, şagirdlər, müəllimlər, onlar həmişə yanımda oldular. Həmçinin intellektual oyunlara da çox qatılırdım mən. Bu yarışlarda həmişə yerlər tutmuşuq, komandamızdan komanda kapiteni olmuşam, efirlərdə olmuşuq həmişə. Və onların da, o uşaqlar da həmişə yanımda olublar. Məni evdən sürükləyib çıxardırdılar ki, gəl cəmiyyətə qatıl, gəl bizimlə yarışlarda iştirak elə. Artıq mən cəmiyyətə qatıldım. 1 il o reabilitasiya dönəmimi həm fiziki yanıqlardan sonraki çapıqları, o travmaları gidermək üçün tibbi olaraq, həm də ki, psixoloji baxımdan ətrafımın sayəsində rahatlıq tapdım. Mən xatırlayıram, ilk aylarda olurdu ki, küçəyə çıxanda, alicə məhəlləmizə çıxanda ətrafdakılar belə bir görünüm görməyiblər, çox normal olaraq. Barmaqla göstərən olurdu, ona bax deyən olurdu, gəlib soruşanlar, dəhşət çox soruşan olurdu. Mən həmişə çöldə özümü tuturdum, sonra gəlirdim evdə ya anamla danışırdım, atamla danışırdım, olurdu ağlayırdım. Ən kritik nöqtə bunu aşmaqdır, özünü cəmiyyətə sübut etməkdir ki, mən varam və mən beləyəm, məni də belə qəbul etmək məcburiyyətindəsiz. Atamın bir sözü heç unutmaram ki, deyir ki, elə ki, insanlar səni görünmə yox, zəkana görə dəyər versin. Bundan sonra ailəmin təkidi ilə artıq İspaniyaya deyil, Türkiyədə dostlarım çoxdur. Onlar orada deyə, bundan sonra baş verəcək fiziki məhdudiyyətlərimə görə çətinliklərimi onlar həmişə yanımda ola bilərlər. Ona görə Ankaradakı Hacettepe Universitetini seçdim. Hacettepe gedəndən sonra orada 3 dəfə Erasmus proqramının qalibi olmuşam. Bu Hacettepe tarixində 5 tələbədən biriyəm. 2 semestr fərqli universitetdə oxumuşam bu proqram sayəsində təqaüdlə. Bir yay isə Polşada elmi tədqiqat qrupunda
işləmişəm 2 ay tam təqaüdlə və elmi konfransda Polşada o tədqiqatımın çıxışını eləmişəm. 2 həftə öncə yaşadım. 2-3 ildir dostluq elədiyim Hacı tipdən dostum heç vaxt ərk edib soruşmuyor. Soruşur ki, çox yaxın dostluq olar, soruşur nə baş verib. Amma küçədə olur ki, məsələn avtobusda olur, gəlir oturur yanıma, deyir, qardaş sən ol, mən zarafat edirəm ona. Deyirəm 100 manat ver deyim. Deyirəm, yox bu gün kefimdə deyil, danışa bilmərəm. Elə olur ki, tərs gülmə düşür, deyirəm, bəsdirin də dayı, danışmaq istəmirəm. Belə həmişə mən o əhvalat danışanda da bəzi nüanslar olur ki, komada gördüyüm şeylər falan, onları lağa, məzəyə düzərək danışıram. Artıq özümlə qəbullanmışam. Keçən il may ayında aeroportunda mən təyyarəmi gözləyəndə 2 nəfər yaxınlaşdı ki, bəs bağışlayın sizə nə olub, sizlə danışa bilərik. Mən dedim ki, bu məsələlər haqqında müzakirə aparmıram, danışmıram. Dedi ki, yox, üzrsən, bəs mən həkiməm. Yanındakı xanım da Ayşəgül xanım da Ahmimlər Vəqfinin fondunun rəhbəridir. Bəs biz bu işlərlə məşğuluq, yanan uşaqların müalicəsi ilə məşğuluq. Maraqlı gəldi sizə nə olub, bəlkə biz sizə kömək edə bilərik. Onlar izah elədim ki, bəs belə olub hadisə. Hazırda mən Hacı TV'də oxuyuram, Amerikada çıxışlarım var, nə bilim, elmi tədqiqatlarla məşğulam falan. Çox şaşırdılar. Dedilər ki, madam ki, bu qədər motivasiyanız var içinizdə, bu qədər məğrur şəkildə irəliləyirsiniz, bizim də burada bir qatqımız olsun istəyərdik. Normalda onlar 18 yaşlarına qədər uşaqları müalicə edirlər müxtəlif ölkələrdə, Azərbaycana daxil olmaqla Əfqanıstan, İraq, Suriya, Bosniya, Türkiyə həmçinin. Mart, aprel və iyun aylarında 3 əməliyyat elədilər. Əslində daha da əməliyyat edilməlidir. Sadəcə dedilər ki, 1 il gözləyək. Bu il çox narkoz almısan, ona görə gözləmək lazımdır. Genəlliklə yenidən 2 yaxud 3 əməliyyat, 3-4 il məni, yəni köhnə vəziyyətimə yaxın bir şəklə qaytarmağa çalışacaqlar. Tam təmənnasız 50-60 min dollara yaxındır məncə 3 əməliyyatın ümumi miqdarı. Ankaraya gediş-dönüş biletlərimi də aldılar orada. Dünyada birbaşa doktoranturaya qəbul edən ölkə bir dənə Amerikadır. Avropada bəzi universitetlərdə var. Kanadada da bəzi universitetlərdə var, amma bu çox yayğın deyil. Amma bakalavrdan sonra birbaşa bu doktoranturaya qəbul olmaq prosesi çox çətindir. Daha çox bu qəbulları verirlər öz Amerika məzunlarına, bu üstünlük verirlər. Bunun üçün güclü öz keçmişimizin, güclü CV-mizin olması lazımdır. Bakalavr dönəmimi çox mən sərfəli ifadə eləmişəm. Sonra elmi tədqiqatlar görmüşəm Hacettepe Universitetində professorumdan Özgə Yüksəl Orxanla. Keçən il Las Vegasda, bu il isə Bostonda həmin elmi tədqiqatlarımın çıxışlarını eləmişəm. O çıxışları eləməyim üçün də Azərbaycan Respublikası Gənclər və Nazirliyindən də tam təqaüd qazanmışam. Bununla yanaşı mən Hacettepe'də Beynəlxalq Tələbələr Komissiyasının rəhbəri idim. Amerika Dövlət Departamentinin təqaüdünü keçən il utdum, hansı ki Azərbaycana yalnız 10 nəfərə verirdilər. 4 ay Amerikada həm yaşadım, həm də işlədim. Keçən il sentyabr ayında Beynəlxalq Avrasiya Mətbuat Fondunu BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Sammitində New Yorkda təmsil eləmişəm, Azərbaycanı təmsil eləmişəm orada. Və orada Azərbaycan mina ilə və terrorizmlə bağlı problemlərini dünya rəsmilərinə, nazirlərə, nə bilim, BMT-nin əməkdaşlarına, hətta prezidentlərlə görüşlərimiz oldu. Onlara çatdırmışam. Bunu da Amerika universitetləri gördülər, dəyərləndirdilər. Bu backgroundum sayəsində, bu elədiklərim sayəsində mən Amerikanın Wisconsin Universitetindən də qəbul aldım ki, orada davam edəcəm təhsilimi. Wisconsin Madison University. Bütün universitetin illik xərcləridir, sığortamdır. Aylıq da $3000 təqaüdümdür. Bu maaş kimi bir şeydir, çünki mən həftədə 40 saat laboratoriyada işləməyə hökümlüyəm. 6 universitetdir tam təqaüd aldığım. Hərəsindən ortalama 300-350 min dollardır və toplayanda bunları $2 milyon eləyir. Amerikada mən doktorantura məzun olduqdan sonra kimya mühəndisi kimi əgər akademiyada qalsam 130 min, 140 min dollar illik maaşdan söhbət gedir. Sənəyə keçsəm isə bundan daha yüksək maaşlar, 150-160 min dollar gözlənilir. Məncə bizim kimi savadlı insanlar Azərbaycana qayıtmalıdır və Azərbaycan üçün qulluq eləməlidir. Amma hansı şərtlər altında? Ona görə deyirəm ki, Amerikada mən öz karyerimə davam edirəm. Azərbaycanda da Amerikadakı kimi təkliflər olsa qayıdaram. Bunlar olmasa belə, mən indidən belə universitetlərdən rəsmilərlə danışıram. Xahiş edirəm, şərait yaradım. Mən gəlib seminarlar verim. Proseslər necə olur, ümumi elmi tədqiqatlarla bağlı
yaylarda dəvət edilim, gəlim burada universitetlərdə ya tələbələrə, ya olsun müəllimlərə bunlar haqqında seminarlar verim. Bu o demək deyil, yəni mən buradakı müəllimlərdən savadlıyam. Qarabağ Universitetində laboratoriyaların qurulmasıdır, tədris proseslərinin hazırlanmasıdır. Bunların hamısına kömək eləməyə həmişə hazıram. Yəni onlayn dərs vermək də mümkün olsa, yəni maaşından, saatından asılı olmayaraq həmişə mən Azərbaycan xalqı üçün xidmət eləməyə hazıram. Azərbaycanda laboratoriyalar heç inkişaf eləmir. Məsələn, Wisconsin Universitetinin laboratoriyaya baxdım. Laboratoriyanın bir otaqda ən az 10-15 milyonluq aparatlar bir otaqda cəmlənib. Bir araşdırmacının ağlına gələ biləcək hər şeyi rahatlıqca əlinin altında eləyə bilər. Bizdə də Amerika sistemi qurulmalıdır. Ən önəmli nöqtə isə bu laboratoriyalar məsələsində birinci kursdan tələbələri laboratoriya involve eləmək lazımdır. Dərsləri laboratoriya ilə bərabər aparmaq lazımdır. Məsələn, biz İspaniyada oxuyanda bizim düşün riyaziyyat dərsimizin belə laboratoriyası var idi. Fizika dərsi keçirdilər, ondan sonrakı saatında aparırdılar eyni dərsi, nəzəriyyəni bizə göstərirdilər laboratoriyada ki, bu belə oldu, bu belə oldu. Ona görə Türkiyədən, nə bilim, Avropadan, Amerikadan yaxşı mütəxəssislər çıxır. Məqsədim odur ki, 5 il ərzində maksimum doktorantura dönəmində məqalə çıxarım və keyfiyyətli məqalələr çıxardım. Universitetin ən yaxşı məzunlarından, fəlsəfə doktora məzunlarından biri olub. Postdoktorantura təhsili alım. Mən həmişə hədəfimi böyük tutmuşam. Hansı sahədə oluramsa, ən yaxşı olmağa çalışıram. Ən yaxşı yerə gedə biləcəyim kimya sahəsində Nobel mükafatıdır. Bəlkə də komik səslənə bilər. Amma nə bilim, Azərbaycan tarixində Levlanda olub. Ondan sonra, onun 100 il sonra niyə mən olmayım ki? Belə işlər.